$100 ilə Shopify Azərbaycanda milyonluq brend qururam. Gün 4. Dekabr ayında başladığımız bu yolda sonunda 1000 manatlıq satışa gəlib çatdıq. Bəs bir ay içində bu uğura necə satdıq? İndi isə addım-addım danışıram. $100 büdcə çox az olduğu üçün və tez satış almalıydım. Ona görə birinci odaqlandım bol kreativlər, fərqli reklam testləri, yeni strategiyaları yoxlamağa. Yeni taktika $20 biz səhv reklam vurmuşuq. Təzən çıxıb reklama. Hərəsinə $10-dan test reklamı çıxacam. Opşu $40 reklama çıxmışam. Qardaşınız bir dəqiqə kreativlər hazırlayır. 10 dənə kreativ hazırlayacağam. Yeni səsli kreativlərlə test edəcəm. Səhərə satışlar biraz. Hamımızın sabahı xeyir. Hələ saat 10-un yarısıdır. Daxuya zakaz götürmüşəm. Hələ axşam olmuyor. Durub cavablanır 5 dənə zakaz götürmüşəm. Reklam çox bomba nəticə verir. Toptancı ilə qəşəng bir tema danışdım mənim yararıma. Toptancı ilə anlaşdığıma görə mən ora Yango kuryer verib oradan malları müştəriyə göndərə bilərəm. Yəni bu deməkdir ki, mal satdıqla dropshipping eləyə bilərəm. Bunu da nəzərinizə çatdırım ki, dostlar, Azərbaycanda heç kimin eBay dropshipping kursu almayın. eBay dropshipping artıq ölüb, onlar sadəcə sizdən kurs sataraq pul qazanırlar. Öpürəm, ehtiyatlı olun. Oradan göndərəm müştəriyə, müştəri mənə pul atır, mən də pul atıram toptancıya və beləliklə dropshipping eləyərik, arada bir sifarişdən 20-25 manat profit tuturam. Ölçəkləmə reklam açandan sonra isə bizim bir mesaj başına ödədiyimiz məbləğlər buradadır. Dekabr özəti isə belə oldu. 1041 manatlıq satış aldıq. 795 manat reklam və məhsulları xərclədik, 245 manat isə net xeyrimiz var.